Cibuti dövləti və pul vahidi. Cibuti Şərqi Afrikada yerləşən kiçik, lakin strateji cəhətdən çox vacib bir ölkədir. Paytaxtı ölkə adı ilə eynidir. Cibuti şəhəri. Əhalisinin sayı təxminən 1 milyon nəfər, ərazisi 23.200 kvadrat kilometrdir. Rəsmi dilləri ərəbcə, fransızca və digər yerli dillər. Rəsmi valyutası Cibuti frankıdır. 1949-cu ildən mövcuddur. Cibuti bir çox Afrika ölkələri kimi onları sömürən fransızların koloniyası olub. Cibuti 1977-ci ilin 27 iyunundan müstəqil bir dövlət oldu. Hal-hazırda ölkədə yenə də Cibuti frankı istifadə olunur, amma bu frank ABŞ dollarına bağlıdır. Cibuti beynəlxalq hərbi bazalarla tanınır və bu ölkənin əsas gəlir mənbələrindən biridir. Ən böyük pul əskinazı 10.000 Cibuti frankıdır. Bir Azərbaycan manatı təxminən 105 Cibuti frankı edir. 10.000 Cibuti frankı təxminən 96 Azərbaycan manatı edir.